Tamam. Bu günlərin başlayırıq algoritmin izahına. Demək, algoritmin izahında əsas nəzəri hissələrdir. Əsas öyrənilməsi hissə bunlardır və bir də misalların riyazi olaraq algoritm məsələlərinin həll olunmasıdır. Demək, algoritm nədir? Alxarizmin adından götürülür və eyni zamanda algoritmin mənası, yəni belə deyək də, xarakteristikası hər hansı bir addımların ardıcıllığıdır. Burada bəzi nümunələr verib. Məsələn, biz tutaq ki, kafeni hazırlamaq istəyiriksə, ilk növbədə, yəni biz bunlar ardıcıllıqla olmalıdır. Su qaynadılmalıdır, daha sonra stəkana su tökülməlidir, stəkana lazımi qədər qəhvə olunmalıdır, əlavə olunmalıdır, lazımi miqdarda şəkər tozu əlavə olunur və stəkandakı su qarışdırılır. Yəni bu ardıcıllıqla ödülərkən biz kofeni hazırlaya bilərik. Amma tutaq ki, yerlərin dəyişilmiş olsa, birinci nə bilim su qarışdırılır, sonra qaynadılır, sonra su tökülür, sonra nə bilim şəkər tozu əlavə olunur və yaxud qəhvə əlavə olunur. Burada artıq istədiyimiz bayaqki və deyək kofeni əldə edə bilməyəcəyik. Və bu canlının perimetrin hesablaması üçün bizə öncə tərəflər lazımdır. Tərəflər bəlli olmadan biz onu hesablaya bilmərik. Yəni qısacası hər bir ardıcıllıq bu algoritmdir. Algoritmin burada tarixini dedik. Alxarizmi adından götürüb. Algoritmə nümunə olaraq verək. Məsələn, tərəfi ABC olmuş budan sayəsini hesablayan algoritmin addımlarını yazaq. Birinci, təbii ki, biz düsturdan istifadə edəcəyik. Heron düsturundan. Heron düsturundan istifadə etmək üçün bizə hökmün perimetrinin yarısı lazımdır. Ona görə biz birinci tərəfləri bəlirləyəndən sonra yarım perimetri hesablayırıq. Yarım perimetri tapandan sonra da aparıb Heron düsturunda yerinə yazıb sahəni hesablayırıq və sahənin qiymətini çıxışa veririk və yaxud eyni şəkildə düzbucaqlının perimetr vəsaitəsinin tapılmasında da yenə tərəflər verilir, perimetr hesablanır, sahə hesablanır və axırda perimetrlə sahə çıxışa verilir. Sonra gəlir algoritmin xassələri. Algoritmin əsasən 4 xassəsi var. Diskretlik, müəyyənlik, kütləvilik və nəticəvilik. Diskretlik nədir? Ayrılmış deməkdir. Latıncadan bu deməkdir ki, istənilən algoritm müəyyən ardıcıllıqla gələn konkret addımlardan ibarətdir. Yəni, diskretlik o deməkdir ki, yəni lord dillə desək, algoritmin addımları konkret ardıcıllıqdan ibarət olmalıdır. Müəyyən ardıcıllıq ifadə etməlidir. Müəyyənlik nə deməkdir? Determinantlıq da deyirlər buna. Bu xassəsə göstərir ki, algoritmin hər bir addımı müəyyən olmalıdır, başa düşülən olmalıdır. Yəni biz onu oxuyanda ikili belə deyək də sual işarəsi qarşısında qalmamalıyıq. Bir mənalı olmalıdır, oxuyan kimi onun ancaq bir mənası olmalıdır. Bir mənalı başa düşülməlidir. Kütləvilik. Bu xassəsə göstərir ki, algoritmin ümumi olmalıdır, yəni müəyyən olmuş bir sinif üçün bir sinifdən olan bütün məsələlər üçün həll olmalıdır. Yəni, nümunə olaraq biz deyə bilərik, məsələn, kvadrat t-nin həlli. Biz diskriminantı tapmalıyıq, kökləri aparıb yerində, yəni mənfi b plus kök altına diskriminant bölgü düsturunu aparıb yerinə yazaraq tapmalıyıq. Yəni biz elə bir düstur tapa bilmərik ki, o ancaq bir məsələ üçün keçərli olsun, amma digərləri üçün keçərli olmasın. Hökmən və hökmən, yəni bütün tip məsələlər üçün keçərli olmalıdır. Buna algoritmin kütləvilik xassəsi deyilir. Nəticəvilik nədir? Nəticəvilik algoritmdəki addımların yerinə yetirilməsindən sonra alınan yekun nəticədir. Ən sonda, yəni yekunda nəticə əldə edilə biliriksə, algoritmin sonu varsa, buna deyirlər nəticəvilik. İndi baxaq görək, müstəqil qiymətləndirmə tapşırıqları var. Deyir, algoritm bir məsələ üçün deyil, eyni sinifdə olan məsələlər üçündürsə, deməli bu kütləvilikdir. Ona görə Y variantı. Algoritmin xassəsi deyil. Bizim obyektivlik algoritmin yox, informasiya xassəsidir. A3, B4, C5 olduqda algoritm addımlarının yerinə yetirməsindən sonra S dəyişənin qiymətini neçə olar? Deməli, üç bucaq tərəfləri verilib. Yarım perimetr hesablanmalıdır. 3, 4, 5-in cəmi necə edir? 12 edir. 2-yə bölsək 6 edir. Aparıb düsturda da yerinə yazsaq 6 vurulsun 3, vurulsun 2, vurulsun 1. Bu da edəcək isə
Kök altında 36, ona da çatacaq 6. Cavabı dördüncünün də qiyməti 6 oldu. Alqoritmin müəyyənlik xassəsi nədir? Alqoritmin müəyyənlik xassəsi nədir? Hər birinin aydın olması və başa düşülən olması. Bir mənalı olmaq. Bəli, A variantındadır. Verilib cavab. B variantı sonlu sayda addımlardırsa, bu nədir? Nəticə vermə, nəticəvilidir. Bir sinifdən olan bütün məsələlərə aid isə kütləvilidir və bir-birinin ardınca yazıldığı qaydada icra olunması isə diskretliyin xassəsidir. Alqoritmin xassələri hansılardır? Birinci kütləvilik, müəyyənlik, diskretlik. O zaman 1, 3, 4 D variantı. İndi eyni şeylər yenə təkrar. Kütləvilik nədir? 1-ə B gedir, 2-yə Y gedir, daha doğrusu 3-ə B gedir, 2-yə Y gedir. Diskretlik nədir? Alqoritm çalınan təkcə əməklərin sonlu sayda olması bu nəticəvilikdir. Ayrı-ayrı addımlara bölünməsi C uyğun gəlir. Bəli, C variantı. D variantı isə belə bir şey yoxdur. Alqoritmin təqdim edilmə üsulları. Alqoritmi biz necə təqdim edə bilərik? Sözlə, qrafik şəkillərlə, sxemlərlə və ya çertyojlarla və yaxud da proqramlaşma dilində. Sözlə təsvir məsələn hər hansı bir addımın və hər hansı bir məsələnin həllinə şifahi dillə deyilməsidir. Bu təbii dillərdir. Qrafik təsvirə biz hər hansı şəkillərlə, oxlarla göstərə bilərik. Məsələn, tutaq ki, yeni alınmış bir oyuncağın qurulması üçün onun belə deyək, istifadə qaydasında çıxan şəkillərdə izah. Bu olur qrafik təsvir. Və yaxud başqa cür desək, koferin hazırlanmasını, tutaq ki, koferin belə deyək, kağızın üzərində şəkillər formasında təsvir olunubsa, hansı ardıcılıqlar olmalıdır? Və yaxud yeməyin hazırlanması eyni şəkildə. Bu da qrafik təsvirdir. Proqramlaşma dilində təsvirdəki həmin məsələnin belə deyək, proqramını yazırlar. Yəni həmin məsələnin proqramı, kodu. Bu artıq olur proqramlaşma dilində təsvir. Biz artıq bunları dedik. İndi keçir blok sxemlə hansı fiqurlar olmalıdır? Blok sxemlə əsasən 4 dənə fiqurdan istifadə olunur. Birincisi başlanğıc və sonu bildirir, oval dairə. İkincisi verilənlərin daxil olması və xaric olunmasını verir. Bu paralleloqram. Üçüncüsü şərtin yoxlanılması. Yəni şərt dövrü varsa romb. Dördüncüsü isə əməl hesab blokudur. Buna deyirlər nə? Alqoritmin blok sxemlə göstərilən zaman lazım olan fiqurlar. Məsələn, burada verilib. Başlanğıc ABC daxil olur. Hesablanma olduğuna görə perimetr hesablanır. Yenə sahədə də hesablanma olduğuna görə düzbucaqlı verib bu ikisi. Ən sonra çapda yenə S işarəsi ilə paralleloqramda verilmişdir. Eyni şəkildə də bunlarda da eyni məsələdir. Hə, deyir alqoritmin aid bir də məsələyə baxaq. Alqoritmin A-nı 5 verib, B-nin C-ni istəyir. A5-də növbəti addımda, bu tipli suallarda bunun tənlik kimi həll eləmirik. 3 A-nı bu tərəfə keçirdib, mənfi 2-yə bərabərdir 7 yazmırıq. Sağ tərəfə hesablayıb sonra bərabər edirik. Yəni A5-dirsə burada gəlir, burada 5 olur. Yəni buradakı A5 deyil. Bu yeni qiymət olacaq. 3-ü vurur 5-ə, 15, 15-in üstünə 7, 22. A-nın qiyməti oldu 22 artıq. Köhnə A silindi. Sonuncu A-mız 22-dir. Sonra B bərabərdir 22 plus 4. B oldu 26. C bərabərdir A plus 2B. Yəni A-nın son qiyməti 22 olduğuna görə 22 üstə gəlimsin. 2 vur 26, yəni 52. Bu da eləcək necə? 74. Yekun cavab 74. Bu formada həll olunur. Alqoritm blok sxemində təsvirdə istifadə olunmayan həndəsi fiqur təbii ki, trapesiyadır. Paralleloqram var, düzbucaqlı var, dəyirmi düzbucaqlı var, romb var. İki alqoritmin təsvir üsulları sözlə, blok sxemlə və proqramlaşdırma dilində idi. Ona görə gedəcək A variantı. Alqoritmin blok sxemi təsvirində hansı həndəsi fiqur mütləq olmalıdır? Təbii ki, mütləq olmalıdır başlanğıcdan son. Yəni alqoritm başlamalıdır və bitməlidir. Bu dövrü bildirir yer gəlmişkən dövr.
Üçün düz kitabımızda verməyiblər, amma misalın içərisində var idi. Bu dövr üçündür. Bu dövr alqoritmləri altdan bunda yazılır. Bu şərtdir. Bu daxil, bu hesab blokudur, bu isə daxil etmədir. Dördüncü şərtin yoxlaması üçün həndəsi fiqur dedik ki, 3-dür. Yenə z istəyir. Burada nə edəcəyik? X2-dirsə, y bərabərdir 2 vur 2 plus 3, 7. Yeni x bərabərdir x-dən y-in cəmi. X2-dir, y 7-dir. Yeni x bərabərdir 9, artıq köhnə x silindi. Z də bərabərdir 2y çıx x. 2y 14 çıxılsın 9. Bu da eləyəcək 5. Ona görə D variantı. 6-cı parallelogram düzbucaqlı var romb nə üçündür? Romb şərtin yoxlanması üçündür. Düzbucaqlı hesablama blokudur. Parallelogram isə verilənlərin daxil edilməsi B-dir. A-nın Y isə abala gedir. Alqoritmin növləri. Alqoritmin hansı növləri var görək? Xətti budaqlanan və dövrü. Xətti alqoritmlər hansılardır? Ancaq bir düz xətlə, yəni heç bir şərt olmadan, heç bir dövr olmadan sadəcə irəliyə gedən alqoritmdir. Məsələn, biz deyə bilərik kofein hazırlanması. Burada heç bir belə deyək, kənar gözlənməli şərt yoxdur. Budaqlanan isə hər hansı bir şərtin olmasıdır. Məsələn, biz deyə bilərik kvadratik tənliyin həll olması. Bu budaqlanandır. Niyə? Çünki bizə şərtimiz var ki, diskriminant hökmən müsbət və yaxud sıfıra bərabər olmalıdır. Daha sonra kökdən ədədinin çıxarılması və yaxud modulların açılması kökdən. Bu necədir? Bu kökün içərisinin müsbət olması şərtdir. Bu budaqlanan alqoritmdir. Dövrə alqoritmi nədir? Dövrə alqoritmi isə bir alqoritmin dəfələrlə təkrarlanmasıdır müəyyən müddət ərzində. Məsələn, biz buna nümunə deyə bilərik. Bizim gündəlik planımız, məsələn, əgər bir şagird məktəbə gedirsə, hər gün səhər durur, yeməyini, içməyini yeyir, içir, sonra məktəbə gedir. Gəlir, dərslərini yazır, yenə səhərsi gün eyni şey gedir. Yəni, bu artıq günlərlə hər gün təkrarlandığı üçün artıq bu alqoritm olur dövrü alqoritm. Və yaxud 200 ədədin cəminin hesablanması. Biz nə etməliyik? 1-in üstünə 2-ni gəlirik, 2-nin üstünə 3-ü gəlirik, 3-ün üstünə 4-ü gəlirik. Hər dəfədə də bir vahid artırırıq və 100-ə qədər çatırıq. Artıq bu nə olur? Dövr var. Yəni, hər dəfə eyni işi görürəm. Nə edirəm? Hər dəfə son ədədə bir vahid artırıb toplayıram. Bunu da deyirlər, nə? Bu dövrü alqoritm. Budaqlanan alqoritmi burada verir. Məsələn, yağış-yağışlı çətə götürmək lazımdır. Əgər hava istidirsə, yüngül paltar geyinmək lazımdır. Yəni, adətən budaqlanan alqoritmlərdə şərt qoyulur. Budaqlanan alqoritmlərində özü iki yerə bölünür. Natamam və tam. Tam alqoritm o deməkdir ki, belə deyək, şərtin hər iki tərəfində əməliyyat var. Yəni, əgər şərt doğrudursa, bir əməliyyat yerinə yetirilir, yanlışdırsa, digər əməliyyat. Amma natamamda isə bir tərəfli olur. Əgər doğrudursa, bir əməliyyat yerinə yetirir, yanlışdırsa, xeyr. Və yaxud yanlışdırsa, nəsə əməliyyat yerinə yetirilir, amma doğrudursa, əməliyyat yerinə yetirilmir. Baxaq, burada nümunəni verib, həllini verib. Bu artıq dövr alqoritmidir. Niyə? Çünki baxın, bu eyni gəlir, buradan hər dəfə dövr edir. Nə qədər ki, cavab doğru yəni şərt doğru olacaq, o zaman həyə düşəcək. Sonra gəlib dövrdən çıxacaq. İndi nümunəyə baxaq. Birdən n-ə qədər verilmiş natural ədədin cəmi. Tutaq ki, n-i biz 5 versək, n 5 daxil edəsək. 1-dən 5-ə qədər gələcək. 1 5-dən kiçik demir. Yəni, i-miz 1 olduğuna görə bəli. O zaman s-in üstünə 1 gələcək. S də 0 idi. Sonra i-ni bir vayda artırıb 2 edəcək. 2 5-dən kiçikdirmi? Bəli. O zaman s-in üstünə 2-ni gələcək. Sonra i olacaq 3. 3 5-dən kiçikdirmi? Bəli. O zaman 3-ü gələcək. 4 olacaq. 4 5-dən kiçikdirmi? Bəli. 4-ü gələcək. 5 olacaq. 5 5-dən kiçik olmasa da, ən azından bərabər işarəsi var. Ona görə 5 də gələcək. Sonra olacaq 6. 6 5-dən kiçik olmadığına görə, bərabərdə olmadığına görə dövr burada bitir. O zaman gəlir yoxa. Yoxa gələndən sonra isə S-ə çıxır, yəni son qiyməti. S-in də son qiyməti necədir? 1-dən 5-ə qədər ədədlərin cəmi
15, yəni bu formada həll olundu. Bu indi rəqəmi mən özümdən vermişdim. Nümunə kimi bir də var dövrün ön şərtli və son şərtli. Ön şərtlidə belə deyək, şərt birinci gəlir, sonra dövr yerinə yetirilir, gövdə yerinə oxunur, əməliyyat yerinə yetirilir. Bu ön şərtli idi. Son şərtdə isə yerinə yetirilir, sonra şərt verilir. Baxaq, bir də burada məsələn birinci yerinə yetirilir, sonra şərt verilir. Yerinə yetirilir, sonra şərt verilir. Deyir indi A12-dir, B2-dir. Bu alqoritmin nəticəsini tapın. Baxıram, B2 16-dan kiçik etimi bəli. O zaman 2-ni 2-yə vurur olur 4. A-nın üstünə 2 gəlir olur 14. 4 yenə 16-dan kiçikdir bəli. O zaman 4-ü 2-yə vurur 8. Bunu 2 vayda artırır 16. Sonra 2-yə vurur. 8 yenə 16-dan kiçik olduğuna görə 2-yə vurur olur 16. Bu da olur 18. Gəlir 16 16-dan kiçikdirmi? Xeyr. Bərabər şərt olmadığına görə birbaşa yoxa düşür. Yoxda da gəlir A-nın son qiyməti 18-i cavab eləyir. Müstəqil qiymətləndirməyə baxaq. Alqoritmin növləri xətti budaqlanan və dövrü 2, 4, 5. Deyir A2, B3, C4 olduqdan sonra F-in qiymətini tapın. Anda A2-dir, B3-dür, C4-dür. 2, 3, 4. A, B-yə 2, 3-ə bərabərdirmi? Yox. Ona görə həyə baxmıram. Yoxa gəlir. Gəlir. 3, 4-dən böyükdürmü? Yox. Onun kimi sağ tərəfə gedəcək. Aşağıya baxmırıq. Gəlir təzə A bərabərdir A-la B-nin cəminə. A-la B-nin cəmi 5 eləyir. Artıq köhnə A silindi. 2 silindi. F də bərabərdir A ilə C-nin cəminə. A-mız 5, C-miz 4. 5 ilə 4-ün cəmi ilkində eləyəcək 9. Sonra üçüncü sual. A-nın neçə qiyməti çap olar? Qiyməti neçə olar? A 1-dir, B 0-dır. B deyir 4-ə bərabərdirmi? Təbii ki, yox. O zaman B o artıq olur 1. A da 1 2-yə vurur olur 2. Gəlir yenə. 1 4-ə bərabərdir, yox. O zaman B olur 2. A olur 4. Sonra 2 4-ə bərabər olmadığına görə yenə artırır 3. Olur 8. Növbəti 4 olur. Yəni 8, belə deyək də. 1 2 4-ə bərabər deyil deyə artırdı. 2 elədi. Sonra 4 oldu. 3 oldu. 8 oldu. 3 4-ə bərabər deyil ki, xeyr. O zaman 4 olur. A olur 16. Sonra gəlir 4 4-ə bərabərdirmi? Hə. O zaman dövrdən çıxır, gəlir A-nın sonuncu qiyməti cavab edir. Ona görə burada cavab olacaqsa 16. Sonra keçək 4-ə. A 32, B 108. 32 108-ə bərabərdirmi? Xeyr. Ona düşür yoxa. 32 108-dən böyükdürmü? Xeyr. O zaman təzə B bərabər olur bunların fərqinə. Yəni 70 neçə edir? 76 edir. Sonra yenə gəlir. 32 76-ya bərabərdirmi? Yox. 32 76-dan böyük də deyil. Bu dəfə 76 yox. 76-dan 32 çıxanda neçə edir? 44. Sonra yenə 44 eyni şəkildə 32-yə bərabər olmadığına görə 32 44-dən böyük deyil. Bu dəfə olur 12. Sonra gəlir. 33 12-yə bərabərdir, yox. 33 13-dən böyükdür, bəli. Bu dəfə 32-dən 12-ni çıxır 20 eləyir. A-nı. Sonra 20 12-dən yenə böyük olduğuna görə bu dəfə fərq 8 olur. Sonra gəlir 8 12-yə bərabərdir, yox. O zaman 8 12-dən də böyük olmadığına görə təzə bir 4 olur. Sonra gəlir 8 4-ə bərabər deyil, 8 4-dən böyükdür, bəli. Gəlir təzə A olur 4. Sonra gəlir 4 4-ə bərabərdirmi? Bəli. O zaman gəlir burada yekun cavab olaraq 4-ü çap eləyir. Qısacası bu kod verilən ədədlərin əbobun hesablayır. 32 ilə 108-in əbobu həqiqətən 4 eləmiş olur. Biri 4 vur 8-dir, biri 4 vur 27. Doğru olmayanı müəyyən edin. Xətti alqoritmlərdə əməllər istənilən ardıcıllar yerinə yetirilə bilər. Elə A variantı səhv oxşuyur. Çünki əməllər istənilən ardıcıllarla yox, verilmiş ardıcılıqla. Alqoritm istifadə olunan əməllər bloku
sxemlər vasitəsilə təsvir oluna bilər. Əgər alqoritmi bir neçə sırada tərtib etmək mümkün, sonunda onların ən dəqiq və ən bəri doğrudur. Alqoritm müəyyən cümlədə əldə olunması üçün yerinə yetirilən əməllər ardıcılıqdır. Hətta alqoritmlərdə hər bir əməl bir dəfə yerinə yetirilir. Sadəcə cümlələri qoyublar, tam aydın olunur. Hər bir əməl deyəndə, yəni biz əməl işarəsindən gedirsə söhbət, təbii ki, 3-ün üstünə gəl 5, biz 2 dəfə hesablamayacaq, bir dəfə hesablamalıyıq. A variantı burada səhvdir, istənilən ardıcılıqla deyil, onsuz ardıcıl olmalıdır. Burada bir əməl deyəndə, yəni orada olan düzbucaqlıdan söhbət gedir. Hər düzbucaqlı bir dəfə yerinə yetirilməlidir xətti alqoritmdə. 6-cı xətti alqoritm addımlar istənilən ardıcılıqla yerinə yetirilə bilər. Hər əməl bir dəfə yerinə yetirilir. Bu ola bilər. Y variantı. Tam və natamam olmaqla 2 forması var. Bu budaqlanandır. Addımlar təkrar yerinə yetirilə bilirsə bu dövrüdür. Addımlar buraxılmadan və təkrarlanmadan yerinə yetirilir. Buraxılmır və təkrarlanmadan yerinə yetirilirsə, o zaman bu xəttiyə aid ola bilər. Yəni heç bir ortasından üstündən keçib başqa əmrlərə getmirik. 11x 2y-dir 2-dir. 2-2-dən kiçik bərabərdirmi? Bəli. O zaman təzə x bərabər olur 2 plus 2 vur 2. 2 plus 4 olur 6. Y-də olur neçə? 2-ni 5 faydalanırsam 7. Gəlir 6 7-dən kiçikdirmi? Bəli. Təzə o zaman x olur. 6 üstə gəlinsin 42. Çünki x-in son qiyməti 6 idi. Sonra 6 ilə 7-yə vur. 48. Təzə y də bərabər olur 12-yə. 48 12-dən kiçikdirmi? Yox. Son olaraq x istəyir. X-in də cavabı 48. Bu deyir sual işarəsinin yerində hansı əməliyyat olmalıdır? Deməli, n-ə qədər ədədlərin hasilini hesablayır. N faktoriyalı. Baxaq, 1-dən başlayır. Təbii ki, n-in özünü də götürməliyik. O zaman bizdə burada nə verməlidir? Kiçik bərabərdir n verməlidir. Çünki n-in özü də daxil. O kiçikdir verəndə daxil olmur. Bu bir vədə azalır. Bu böyükdür verir. Xeyr. Bu bərabərdir verir. Xeyr. A variantı doğrudur. Üçüncü. Bakalavr sözü neçə dəfə çap olunar? A1 B6-dan təzə A bərabər olur 7-yə. Təzə B bərabər olur. A, B çıxılsın A. 6 çıxılsın 7. Təzə B-imiz bərabərdir -1-ə. Çünki bu A artıq burada silinir. A deyəndə 7-ni götürəcəyik. Sonra A B-dən böyükdürmü? 7 -1-dən böyükdür, bəli. O zaman bakalavr sözü çap olacaq bir dəfə. A-nı bir vayda azaldacaq. 6 eləyəcək, B-ni artıracaq 0 eləyəcək. Yenə böyük olduğuna görə bir dəfə də çap olunacaq. Sonra 5 1 olacaq. Yenə doğrudur. Sonra 4 2 olacaq. Doğrudur. Sonra 3 3 olacaq. Yenə bərabər şərt olduğuna görə doğrudur. Növbət dəfə 2 4 olacaq, amma bu şərt ödənməyəcək. 4-dən çıxacaq. Neçə dəfə çap olmuş olacaq? 5 dəfə. Ona görə Y variantı. Bunun əvvəli verilməyib burada. Yəqin ki 2 plus 4 plus neçədirsə, amma axırıncı bilinmir. N-ə qədərdir, yoxsa yox. Ona görə bu sualı izah edə bilməyəcəm. Alqoritmin xassələri haqqında düzgün ifadələri müəyyən edin. Müəyyənlik, mərhələlər bir-birinin ardıcıl yazıldığı qaydada icra olunmalıdır. Xeyr. Kütləvilik bəli doğrudur öz sinifindən. Bütün məsələlər üçün deyil. Ayrı-ayrı əməliyyatlara bölünür. Doğrudur. Nəticəlilik nəticəyə gəlib çıxmalıdır. Doğrudur. Hər bir addım dəqiq bilmənli bu müəyyənlikdir. Ona görə olacaq 2, 4, 5. A. Sonra bir alqoritm yerinə sonra B dəyişəni olur. Deməli, sonra və yerinə yetiriləndən sonra 10 alıbsa, deməli, bu bərabərdir ona. Bu tipli suallar necə olur? Əvəz etmə olur. Bu əvəz etməni gətirib yerinə yazırıq burada A-nın yerinə. Olur 10 bərabərdir. 20 çıx B çıx B. Bu deyilir nə? 2B bərabərdir 10. B 5. B 5 aldıqsa bizim aldığımız B buradakı B değil. Bizim aldığımız B buradakı B'ydi.
Aparıb yerinə yazsaq. Nə 20-dən 5 çıxsaq o zaman A-mız olur 15. Buradakı 15'i de buraya yazsaq. 15'in üstüne bir dakika. B'miz 5 almışıqsa, B'mizi 5 almışıqsa. Buradakı 5 hardan gəlib? Buradan gəlib. 5 ile beraber de A plus 4. O zaman A olur 1. Həqiqətən B olur 5. A olur 15. 15'ten de 5 çıxanda yekunda 10 alınır. Ona görə D variantı. Biz burada qətiz elədik. B'ni buraya yox, birbaşa yerə yuxarı yazmalıyıq. Yəni elə bil ki, bu tipli sorularda hər bir sətir bir dəfə istifadə olunur. Bunu burada istifadə elədiksə, altımızsa bu buraya yox, yuxarıdakında yazmalıyıq. Yəni bu formada. Algoritmlər nəyi hesablayır? Baxaq. Sıfırdan başlayır, toplayacaq hər dəfə. 2 artırır və 100 daxil deyil. Deməli, ilk iki rəqəmli ədədlərdən birdən başlayır. Hər dəfə ki, bu tək ədədlər götürür deməli. Birdən 100-ə qədər tək ədədlərin cəmi. Bəli, Y variantı. Sadəcə indi burada biraz qədər məsələsi yanlışdır. Tam aydın olmur. Qədər deyəndə 100 daxildir yoxsa yox. E, bəli, burada onsuz 100 özü cüt ədəd olduğuna görə onsuz 100-ü götürməyəcək. Ona görə Y variantı doğrudur. Bəzən olur ki, qədər məsələləri daxil olur, bəzən olur ki, olmur. Bunu algoritmi doldurmaq. Buna ehtiyac yoxdur. Məsələn, bu tipli sual ətraflıya düşmür. Yəni bir ətraflı gəlmir deyə heç bunları izah eləməyə də lüzum yoxdur. Hələlik sağ olun.